Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədov Azərbaycan xalqının qəhrəmanlıq tarixində xüsusi yer tutan igidlərdən biridir. Onun həyatı və döyüş yolu təkcə bir insanın taleyi deyil, bütöv bir xalqın şərəf və qürur salnaməsidir. İsrafil Məmmədov 1919-cu ildə Azərbaycanın qədim və mədəniyyət beşiği sayılan Gəncə şəhərində anadan olmuşdur. Sadə ailədə böyüyən İsrafil hələ uşaqlıqdan zəhmətə alışmış, dürüstlüyü və cəsarəti ilə seçilmişdir. Təhsil aldığı illərdə o, həm fiziki hazırlığı, həm də intizamı ilə diqqət çəkirdi. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda İsrafil Məmmədov da minlərlə Azərbaycanlı gənc kimi könüllü olaraq cəbhəyə yollandı. O, pulemyotçu kimi döyüşlərdə iştirak edirdi və qısa müddətdə özünü qorxmaz döyüşçü kimi tanıtdı. Onun ən böyük qəhrəmanlığı 1941-ci ilin noyabrında Novqorod istiqamətində baş verən döyüşlər zamanı qeydə alındı. İsrafil Məmmədov düşmənin hücumunun qarşısını tək başına alaraq onlarla faşist əskərini məhv etdi. Bu qeyri-adi şücaət nəticəsində o, öz bölüyünü mühasirədən xilas etdi və strateji mövqenin qorunmasına nail oldu. Göstərdiyi misilsiz igidliyə görə İsrafil Məmmədova 1941-ci ildə Sovet İttifaqının ən yüksək mükafatı, Sovet İttifaqı qəhrəmanı adı verildi. O, bu ada layiq görülən ilk Azərbaycanlılardan biri idi. Bu mükafat onun şəxsi cəsarətinin yanaşı Azərbaycan xalqının döyüş ruhunun da simvoluna çevrildi. Müharibədən sonra İsrafil Məmmədov vətənə qayıdaraq müxtəlif sahələrdə fəaliyyət göstərdi. O, sadəliyini və vətənpərvərliyini həyatının sonuna qədər qoruyub saxladı. İnsanlar arasında böyük hörmət qazanan qəhrəman gənc nəsillərə daim vətən sevgisini aşılamağa çalışırdı. Bugün də İsrafil Məmmədovun adı Azərbaycanda ehtiramla yad olunur. Onun xatirəsinə abidələr ucaldılıb, küçələr və məktəblər onun adını daşıyır. Xüsusilə doğma Gəncə şəhərində onun adı qəhrəmanlıq simvolu kimi yaşayır. İsrafil Məmmədovun həyatı bizə göstərir ki, əsl qəhrəmanlıq yalnız döyüş meydanında deyil, həm də vətənə sədaqətdə, xalqına bağlılıqda özünü göstərir. O, Azərbaycan tarixində silinməz iz qoymuş, gələcək nəsillər üçün örnək olmuş böyük şəxsiyyətlərdən biridir. Герой Советского Союза Исрафил Мамедов занимает особое место в истории Азербайджана как символ мужества, стойкости и беззаветной любви к родине. Его жизнь – это пример истинного героизма, который вдохновляет поколения. Исрафил Мамедов родился в 1919 году в городе Гинджа, одном из древнейших культурных центров Азербайджана. С ранних лет он отличался трудолюбием, дисциплиной и сильным характером. Учеба и повседневная жизнь закалили в нем качества, которые позже проявились на поле боя. С началом Великой Отечественной войны в 1941 году Исрафил Мамедов, как и тысячи его соотечественников, отправился на фронт. Он служил пулеметчиком и быстро проявил себя как бесстрашный и решительный боец. Особенно ярко его героизм проявился в ноябре 1941 года в боях на Новгородском направлении. В одном из ожесточенных сражений Мамедов, оказавшись в сложной ситуации, сумел в одиночку сдержать наступление противника. Его действия позволили остановить врага и сохранить важную позицию. По разным данным, он уничтожил десятки вражеских солдат, проявив невероятную отвагу и выдержку. За проявленное мужество и героизм Исрафилу Мамедову было присвоено звание Героя Советского Союза, высшая награда того времени. Он стал одним из первых азербайджанцев, удостоенных этого звания, и его имя навсегда вошло в историю. После окончания войны Мамедов вернулся к мирной жизни. Он продолжал служить обществу, оставаясь скромным и уважаемым человеком. Его часто приглашали на встречи с молодежью, где он делился своим опытом и воспитывал в подрастающем поколении чувство патриотизма. Сегодня имя Исрафила Мамедова чтят в Азербайджане. В его честь названы улицы и учебные заведения, установлены памятники. Особенно бережно его память хранится в родной Гиндже. История Исрафила Мамедова – это не просто биография героя, а живая летопись мужества. Его подвиг напоминает нам о цене мира и о том, какую роль играет сила духа в судьбе народа.